Mercedes-Benz C-Class M111 mühərrik. Avtomobildəki nasazlıq dinamonun bir dəfə dəyişdirilməsinə baxmayaraq yenidən işləməməsidir. Bu dinamodur. Əslində o işləyir. Sadəcə avtomobilin naqillərində qısa qapanma olduğu üçün dinamo cərəyan vermir. Qısa qapanmanın ön konsol ilə mühərrik arasında olduğunu müəyyən etdik. Onun üçün biz mühərriklə ön konsol arasında olan hissəni açırıq. Bundan əlavə avtomobildə ön konsolda sökülmüşdür. Ön konsolda heç bir fəsad tapılmadığına görə avtomobilin mühərrik tərəfinə doğru işlərimizi davam etdiririk. Nəticədə biz qısa qapanmanın harda olduğunu müəyyən etdik. İndi bunu siz də görəcəksiniz. Buradakı naqil kəsilmiş və yenidən əri ilə bir-birinə calanmışdır. Ona görə avtomobildə qısa qapanma mövcuddur. Avtomobildə bu tip halların olması qısa qapanmaya və yanğına gətirib çıxarır.